M Group Production təqdim edir. Baş sponsor Baksel. Sponsor Kod Dazur ekskluziv şirniyyatlar təqdim edirlər. Onun üçün də gərək həmişə ehtiyatlı olasan. Həmişə mədəniyyətli, qabiliyyətli olasan, böyük yanında, kiçik yanında gərək öz ehtiyatını gözləyəsən. Hər ağzına gələni danışmayasan. Bəli. Astılar. Bu başqa məsələ. Bayaqdan bu mərhum bir dənə düz əməli şəklini gətirin qoyun da. Yoxsa gətirib Polavkidə dəniz qırağında çəkdirdiyi şəkili qoymuşsunuz. Yəni biabırsılıqdır da bu. Düzgündür. Kiçik var, böyük var, belə şeylərə riayət etmək lazımdır. Bəli. Azların mərhuma haqqınızı halal edin. Halal olsun. Halal olsun. Salam aleyküm. Darıxdırma özünü. Darıxdırma. Allah rəhmət olsun. Az qardaşlar, az qohumlar. Yəni hamı bilir ki, bizim bu mərhum Nos Fuad qardaşımız necə oğlan olur? Bəli. Yəni ona qani-qani rəhmət diləyirik. Çox yaxşı oğlan idi. Özü də ki, mərhum Nos Fuad qardaşımız, yəni onu el arasında belə çağırırdılar da, burun Fuad, Nos Fuad. Bu kənddə hamıdan seçilərdi, yəni bırnına görə. Bəli. Bırnına görə hamıdan seçilərdi. Belə ləqəbli adamlar çox olub bizim kənddə. Məsələn üçün bu Gemoray İntiqam. Bəli. Sonra Mıx Məmməd. Bəli. Babasil Asif. Bəli. Çappa Rahil. Çappa Rahiləm. Bəli. Yəni çox olub belə. Bəli. Və bizim bu Nos Fuad. Fuad qardaşımız. Düzdür, onlar bayaq saydığım adamların da bir neçəsi elə rəhmətə gedib. Mıx Məmməd məsələn, onun üzrünü də biz aparmışıq. Allah hamını rəhmət eləsin. Bu Nos Fuadın çətinliyi ancaq qış aylarında olardı. Yəni burada oturanlar bilirlər. Yəni burnu yekəydi, balaca soğuqdayan kimi başlayardı bırnı axmağa. Bəli. Hamı cibinə dəsmal qoyanda bu cibinə o yekə dəsmallar mərhabadır, qətvə. Ondan qoyardı bu hamam dəsmalı da, ondan gəzdirərdi cibində. Üzr istəyirəm Yasin müəllim. Bilənlər bilir ki, bu rəhmətlik Nos Fuadla biz bir məktəbdə oxumuşuq. O da Yasin müəllim məktəb vaxtı bir qızı sevirdi. Nos Fuad. Qızın atası bunun burnuna görə qızı ona vermirdi. Bir gün ağsaqqal gəldi məndən xahiş elədi ki, Qulam, gəl gedək o qızı qaçırdaq. Dedi mən nə olar? Gedək. Nəysə gəldi gecə vaxtı qızı pükdük xalçıya, elə blokdan çıxmaq istəyirdik ki, qızın atası əlini atasan yapışasan bunu burnundan. Bunun yediyini içdiyi burnundan gətirdi. Səhər də getdim bunlara, dedim görüşüm, gördüm balkonda uzanıb. Yasin müəllim burnunun da üstündə bu boyda ağrı, bu da ağlayır. Dedim ay Nos Fuad niyə ağlayırsan? Dedi bəs sevdiyim qızsın burnumun ucu göynür. Nəsə ağrını qovdum elədim, dedim indi nətərsən? Dedi hə, qız yadımdan çıxır. Bir dəfə də Yasin müəllim bununla dənizə getmişik Nos Fuadla. O misal var deyir ki o burnu zırpı kişilər bir başqa cür olur. Ağızva gələn yenə qatı danışırsan. Sən bu nə xasiyyət tapmısan təzəlicə? Yox, mən bununla dənizə getmişəm. O burunda... Fırrada bilsən fırrada söhbət. Cəmat fırrada söhbəti. Mən necə fırradım ya? Bunun burnu böyük idi. Valla bir yaxşı da bunun ağızvın üstündən birini. Mərhuma haqqınızı halal elin mən məzlərim. Bax siz də qatı danışın da. Yox, bu... Əzlərim. Elə mərhum qardaşımızdan elə açığı danışmaqla qutarmaz. Bəli.
O qədər gözəl insan şəxsiyyət olub bu Nosfuad. Onun elə ölümü də onun elə bırnı kimi mırt və maraqlı olmuşdu. Bəli. Doğrudan. Deyir, axırıncıda bayaq oğlu ilə söhbət elədim, dedim mənə ki, elə ölümünün səbəbi də belə olub ki, bu dünənləri gediblər bankamata pul çıxartsın. Nəysə bankamatda o knopkalardan başı çıxmayıb, görüb ki, başı çıxmır, burnunu soxub ora. Burnunu soxub ora, çerez bırın da bunu tok vurub. Vay vay vay. Quruyub orada yazıq. Bunun da arxasında bir 5-10 nəfər adam dayanıb. Görüblər ki, bundan səs çıxmır. Boylanıb baxıblar ki, ki bu burada neynir, çəkir, pulumuzu çıxardaq, pensiyamızı çıxardaq. Görüblər ki, bir nəfər bırnını soxub ora dayanıb. Vay vay. Gedib polisə deyiblər, polis gələndə o şeyi mərhum öz canını tapşırır. Bəli. Yəni, hərənin bir qisməti var. Nosfuadın da qisməti belə idi. Yəni elə bırnının şotuna getdi. Rəhmət diləyək və haqqımızı halal eləyək. Halal olsun. Halal olsun deyin. Əzlərim, hələ bırından danışmışkən bizim balaca təzə bir klinika açmışıq. Bu Biləcəri tərəfdə qəşəng bir dənə klinika açmışıq. Balaca bir mərtəbəli, amma super avadanlıqlarımız var. Hamısı da Almaniyadan gətirmişik. Estetik əməliyyatlar, yəni ki, bırın, qulaq, göz, dodaq və s. əməliyyatları eləyirik. İstəsəz bizdən müraciət edə bilərsiniz. Qulam, dur bayrağı qardaşlara vizit qalar. Buyurun əzizlərim, istədiyiniz vaxt gələ bilərsiniz. Yeşil adamsan sən, harada səni bayaqdan qoymuşsan, mənə tək tane çıxıb getmişsən. Harada sən neysən? Üstün başında güllədi səni. Hala, yancım qardaşsan, bayaqdan bəyin əmisi ilə güləş tuturam. Sən güləşən vaxtın deyil, sənin o yaşın deyil axı. Hala, yiyib deyir ki, gəl, çıxa bir dənə, yiyib içmişəm, köpmüşəm, gəl köpümü çıxardım, gəl bir dənə güləş tuturam. Bayaqdan məndən inandırım səni, 2 dəfə qaldırıb çırpmışam onu yerə. Köpü çıxdı. Ha, köpünü çıxardım onu. Gələn şükür, mənə bax. Məsələn, bilirsən, biz gecikirik, bizim 3 dənə toy götürmüşük bu günləri. Aləm dəyib bir-birinə. Bir dənə tez bazar qəzəldən zaten çıxa gedəyik. Necə aləm dəymiş bir. Bir dənə nəsə qəzəl deyək. Bir dənə qəzəl deyilən fakribat ilə qaçaq gedə gecikirik tezələr. Varundur nəsə? Akşamınız xeyir olsun bir daha bəyimizi alqışla. Sağ ol qardaş, sağ ol. Eşq olsun, sağ ol. Tüm qardaşlar hamısı salamlayırıq. Hamıza eşq olsun deyirik. Və istəyirəm sizlərin şərəfinə, bəyimizin şərəfinə bir dənə qəşəng birinci qəzəl deyim. Sağ olun. Qardaş, akşam yazmışam da bunu. Vahid! 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 Sen o maşın qapısını bağladın bayaqları. Ha? Yaxşı. Mənim öz dilbərimin yox əlində ixtiyarı. Hamamda çinməliyəm, verməliyəm özümə parı. Üzür istəyirəm qardaşlar, çox üzür istəyirəm. O xanım yox desə, doğrayaram şah damarı. Getmə məndən uzağa, gəl mənə sarı. Getmə məndən uzağa, gəl mənə sarı. Sarı. Get mənə sarı. Ha Vahid. Ha. Sarı kimin yarı? Herkes gözler kimin yarı? Sarı
yarim. Herkes güzel. Sen. Ay sen. Çok sağ olun. Çok sağ olun. Var olun. Eşkol bir de alkış gelsin. Muayene kerem. Geç adam sen bilmirsən biz geçkürük sarının yeridir. Yığırlar eldəniz girlər deyim mən onlara. Bu ayaqda 15 dəfə yığırlar məni. Ne diye ne götür da? Necə götürüm? Ben gələndə dəydiyim yerə yes qopdu düşdü tapa bilmirəm. Necə basa bilmirəm o yesi. Niyə? Bir dənə qapı yerindən çıxa gedək. Geçkürük ayıb demə atoy verirəm ancaq bunlara. Bir yavrusu var. Gündə 4-dən 5 dənə toy götürəndə verirlər. Üstməz geçkürük yaxı. Onda bir tane tezbazar bir şey diye Bir çıkar dənə tez gelir qafiyum var tez elə. Cəmaatı elan elə güvənəsə var. Kardeşler biz de öyle balata talasını istiyoruz. Sizin için bir tane şey kafiye gelsin ya gelmesin. Qafiyə. Bir tane şey Merdan Müəllim bayağı bir tane kafiye göndermişti. Ay. Ondan ona, 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 ondan ona. Benim sözüm kanun olur, sevgili cananın olur. Amerika'da oğlun olur, sen gelipti ondan ona, 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 ondan ona. Ay keçəl başına daraq vurur, yaxın vurur, uzaq vurur, yaxın vurur, uzaq vurur. Merdan Müəllim araq vurur, Merdan Müəllim araq vurur. Xiyar ver balonla vurur, xiyar ver balonla ona. Ondan ona, 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 ondan ona. Koy lan mekanist değil ya. Meyxana deməkdir ha. Yola ver sala bizi. Yola versiniz də siz. Ne oldu be kardeşim? Ne meyxana deyər ya. Belə tezsiz. deyərlər. Hayır üçün başa düşmür ya burada. Vurmam bir tane bağışlayayım ya biz 2-3 tane de toya gitmedi onu öyle. Geçkürük. Orada pul verirlər sizə. Elbette pul verir pul öyle. şey O ola. verirlərsə gedin ola orada deyin də burada pul zad yoxdur. Ya Allah. Kapıl yox. Burası danışmamıştım. Ay yox, bir ara çağıra gəl. Sən bu toyu sən danışmamısan? Ben ne bileyim sen danışmışsın. Hələ mən də elə biləm sən danışmamısan. Pul danışmamısan bunlarla. Buradan çıkırı gelirik başka toya o toyu kim danışıp? O toyu sən danışmamısan? Sen başın harap değil. O toyda sən danışmamısan? Ben ne bileyim sen danışmışsın. Mən də elə biləm sən danışmısan. Belki vahid danışıp. Vay sən danışmısan toyu? Bu pulunu kim verəcək? Lan ya buna bakın lan kardeş bana. Basın bayrağı. Helal olsun. Yaxşı bayrağı. Basın bayrağı böyle. Reis olmasa da. Ceyhun, Ha, necəsən Burat? sağ ol. Neynirsən? Heç nə. Günaydan bir xəbər çıxmayıb ha? Yok, hiçbir xəbəri yox deyə bura. 2 gündür nə yediyimi bilirəm, nə içdiyimi bilirəm. Həmişə bu Moskvaya gedəndə aeroportda mənə zəng vurardı. Çatan kimi bir xəbər eləyərdi. Bu dəfə bilmirəm nə olub, nə məsələdir, niyə bu zəng vurmur, niyə bir xəbər demir bilmirəm. Kaş qoymayaydım getməyə. Ona bir şey olsa mən özüm öldürəcəm, sən başa düş. Nəysə Burat, biraz özünü ələ al, eşidirsən məni? Ay Burat, darıxma, biraz ağlama, biraz özünü toxta. Nə özüm əlalımı, ay elçi. Hə. Mən onsuz yaşaya bilmərəm, sən başa düşürsən? Ona nəsə olsa, o mənim uşağımın anası deyə, ona nəsə olsa, mən yaşaya bilmərəm. Sabah bu uşaq soruşmayacaq ki, məndən mənim anam hanı? Hə? Kimdir mənim anam? Nəsə suala necə cavab verəcəm mən? Eşidirsən məni? Ay bala, əksinə sənə belə rahat deyə evdə. Yox, mənə belə rahat deyil.
Necə Məni rahat? belə rahat deyir. Dildə dilim olsun, dilim. Həmişə deyirəm. Amma yox, belə olmur. Yanımda olaydı, məni söyəydi, döyəydi. Amma yanımda olaydı, mən onu... Elə də deyirsən ki, sən mənim yerim olsun, nə edərsən yaxşı? Hə? Lala gedir, 1-2 ay qalır Şveysariyada, İsveçrədə. Zəng də vuranda deyir ki, sən nə var mənə zəng vurmursan? Lazım olanda özüm zəng vuracam. Ağzımın üstündən elə vurur ki. İnanırsan Elçin, getməmişdən qabaq, 3 gün bundan qabaq, bir yerdə getdi şəhərə, uşağı da götürdü, məni də getdi şəhəri gəzdi, sonra getdi qəşəng restoranda oturduq, yedi, içdi. Sonra məni apardı Çarqoviyə, orada qəşəng əyin, baş. Mənə qayıtdı dedi ki, Ceyhun, mən ölsəm sən nə edərsən? İnansan deyirəm tüklərim biz olur. Amma ona bir şey olsa bilirəm ki, özümü öldürəcəm. Dünən səhərə qədər ağlamışam. Uşaq bir tərəfdən ağlayıb, mən bir tərəfdən. Ay Burat, belə olmaz axı. Mənə belə onu çörək yemisən? Yox, iştahım yoxdur. Necə iştahım yoxdur? Dəhləsən, üzülərsən. Yox. O qəşəng dolma bişirmişəm. Uşağı yedizdirmişəm, özüm istəmirəm. Gedim gətirim bir tikə ye də dolmadan da. Yox, yox. Nə oldu? Yerinə yeyirsən, nə içirsən? Günahın səsi də gəlir. Elçin. Hə? Ay bala sən Günahın səsi. qulağıma gəlir o səs. Nə günah? Hava gəlib başıma. Bənə səs də o gəlir ha. Nə bilim. 2 gündür səhərə səslər məni dəli eləyib. Elə bil qapının pəncərələrini kimsə döyürdü. Elə bildim ki, günah gəlib. Ay bala sənə elə gəlmir. Elə mən döyürdüm də qapını. Dedim ki, qorxub eləmirsən. Hə? Sən döyürdün? Mən döyürdüm. Deyirəm yəni qorxub eləmirsən. İnanırsan. Elçin, ürəyim partlayır. Sən gəlir Elçin. Gizli nömrədən. Aç da. Yəqin Günay da. Bəlkə də. Günay. Alo? Да, это Джон. Что? Что? Günay! Ceyhun! Baş sponsor Baksel. Sponsor Kod Dazur ekskluziv şirniyyatlar təqdim edirlər. Baş sponsor Baksel. Sponsor Kod Dazur ekskluziv şirniyyatlar təqdim edirlər. Əziz dilənçilər, əziz kollegalar. Mən sizin hamınızı yeni sezonun açılışı münasibətilə ürəkdən təbrik edirəm və nəzərinizə çatdırım ki, bu sezonun açılışı çox möhtəşəm olacaq. Bir neçə sürprizlərimiz olacaq, birazdan qeyd edəcəm. Və mən bilirəm ki, hamınız neçə vaxt idi ki, istirahətdəydiniz. Düzdür, düzdür. Biriniz Türkiyədə, biriniz Amerikada, biriniz Kiprdə. Və mən bilirəm ki, bu istirahət zamanında çoxlu enerji toplamısınız. Və bu enerjinin nəticəsi olaraq siz öz işinizlə özünüzə və şirkətimizə böyük fayda verəcəksiniz. Və bayaq qeyd etdiyim kimi bizim sürprizlərimiz var. Mən istəyirəm sürprizləri təqdim edək. Xasay müəllim. Bəli. Yeni formalar almışıq. Bu sezonda siz hamınız qırmızı rənglə fəaliyyət göstərəcəksiniz. Düzdür. Buyurun, formalar. Buyurun, bax, yeni koftalarınızı sizə təqdim edib gah birini götürməsin. Buyurun, oğlan çıxır, sən sonra verəcəm. Bu da sənindir. Amma gör nə deyirəm, bax bunu çölə, bayra, burada geymək üçün deyil, ha, bu iş üçündür. Bunu böğrünü, başını, qolunu, sinəsini cırırsınız, işdə geyirirsiniz. Qorxsa çörəklərdir. Yaxşı? Buyurun. Və bir şey də nəzərdə çatdırım ki, bununla kifayətlənmirik. Biz xəttə yeni, lap yeni
samakatlar, yəni araba, yerdə sürünənlər üçün yeni istifadəyə veriləcək samakatlar olacaq. Bu da sizlər üçündür. Alqışlarınız gəlsin. Çox sağ olun. Buyurun. Buyurun. Orduxa bəlim. Zəhmət olmasa qayçılı. Qayçını verərdiniz. Kəsəsiz. Təbrik edirəm. Çox sağ olun. Çox sağ olun. Bax buyurun. Yeni Xeyir olsun. sabakatlardır. Buyurun bax bu sənin. Sənin. Əl vurma sənin. Mənəm. Sənindir. Sənin sabakatındır. Bu da bax sənin sabakatındır. Buyur sənin sabakatın. Adım üzr istəyirəm. Lav koru ver ona. Buyur bu sənin olsun sabakat sənin. Amma görün nə deyirəm. Diqqətlə qulaq asırsınız. Daha bununla minib bu 07'lərlə başından da avtoşda eləmək lazım deyil ha. Yaxşı, gedib hansısa başının altına girər, sındırarsınız bunu. Bunu ilin axırında sizdən təhvil alacağım. Bəli, yəni Hasan müəllim tam doğru söyləyir. Bəli. Çox xahiş edirəm. Qonkaya, harda radara düşsüz, Bəli. onsuz bilirsiniz ki, mənim xəbərim olur. Mənim xəbərim olur. Radara düşən insanın cəriməsi 5 qat ödəyəcək. Tək, yəni qayyə deyil, polisə deyil. Adli ilin sonra gəlib həmin o radarın 5 qatını mənə ödəyəcəksiniz. Başa düşdünüz? Ona görə də tam 20-10-la 20-10 arası sürətlə hərəkət edin. Və istəyirəm sonuncu möhtəşəm bir sürprizimizi də qeyd edeyim. Bundan sonra bizim heç bir dilənçilərimiz öz evlərindən işə, işdən evə, öz şəxsi avtomobilləri ilə deyil, taksi ilə deyil, şirkətimizin aldığı yeni avtobuslarla gedəcək. Və bir şey nəzərinizə çatdırım əziz həmkarlar, əziz həmkorlar. Artıq bildiyiniz kimi müəllim bizim üçün 20 mərtəbəli Navastroyka tikdirir və hər birimiz üçün 3 otaq, 1 tualetlə təmin olunacaq orada. Alışlar gəlsin, alışlar. Niyə belə vurğuladın tualet məsələsini? 3 otaq, 1 tualet, çünki üzr istəyirəm orada xəmərə. Keçən il mənə 3 tualet, 1 otaq vermişdiniz. O 3 tualeti mən nə edirəm ki? Baxma, inkişaf gedir, uşaqlar olur, bizə bunlar lazımdır. Bizə təkcə hamam lazım deyil. Bəli, düzdür. Mən tikdirdiyim, yəni bu Navastroyka bu binanı deyirsiniz ki, hamamı niyə nəzərə almamışam? Çünki bilirsiniz ki, hamam bizə lazım deyil. Deyil. Mən hamam əgər orada tikdirsəydim, siz hər gün çimib gələcəydiniz işə. Onun üçün də hamam lazım deyil. Ayda bir dəfə Biləcərdə hamam var. Mənim dostum işlədir, orada sizi yollayacağım. Hər ay bir dəfə oraya gedəcəksiniz. Yaxşı, hər şey aydın oldu. Bəli. Ayka, sən başıva dön. Mən sənə neçə dəfə demişəm ki, sən burada katibəsən. Mən isə rəisəm. Başa düşdün? Bax, onun yəni qonaqlarımın yanında. Mənə deyirsən ki, ay rəis, Kuknaya gedirsənsə mənim üçün də çay gətir. Bu ayıbdır bu. Ay rəis. Çay süzəndə nə olur? Məndən yaşdan kiçiksən də. Ayqa, sənin başına dönüm. Canım gözüm. Mən səndən yaşda kiçiyəm, amma vəzifədə yox. Tək bu deyil. Gah orada yemək bişirirsən, iyi bilir aləmi. Bilmir bura idarədir. Nə bilim, yeməkxanadır. Bax, o günləri. O gün axşam mən nöşün zəng vurmuşsan, ha? Ailə ilə yatdığım yerdə gecə saat 3-də zəng vurmuşsan mənə ki, rəis, cinayət işinə baxdınız. Mən cinayət işinə baxıb sonra yatmışdım da. Mən bilmirəm, gecə saat 3-də Aynesdə hansı cinayətlərin üstü açılır. Sən məndən yaxşı bilirsən mənim işimi. Yaşda məndən böyüksən, ona görə mən də hörmət edirəm. Bizim əzizimizsən, Sarıyevin xalasısan. Sarımızsan, mən... Rəis, mənə 150 manat maaş verirsən. 200 manat mənə maaş ver, gözənə necə xörəklər hazırlayır. Ayaqdan məndən. Yaxşı.
Orada ləpə var. Dənizdə rəis. Sən canın dur gedişinlə məşğul ol. Dur gedişinlə məşğul olarkən. Sən can məni əsəbləşdirmə dənizdə. Yeri sağ ol, gel. Axala, Can xala. tərsən zəncan oyum. Bana sən işin gücü sağamatçılıqdır, yemək vaxtına da. Yemək saxlamışam. Ha, indi gələm, xiyardan zaten doğru gələm, sən can oyum. Yaxşı qalsın. Olara rəis. Siz bacıoğlu xala məni yığmışsınız buraya. Nə olub sözü de? Rəis, mən bugün analog olmayan bir cinayətkarı yaxalamışam. Elə bil ki, rəis, mən yolla gəlirəm, Ya? Kimi yaxalamısan? analog olmayan cinayətkar. Ana. Yəni ki, Ana. Hə. Yəni yetimi tutmusunuz? yox rəis, nə yetim? Elə bil ki, yəni ki, misli olmayan bir cinayətkarı yaxalamışam. Misli. Hə. Hə. Adam dilində danışdın. Yəni mis oğrusunu tutmuşsan. Gətir görüm o küçüyü görüm hardan oğruyum misi. Yox rəis, yəni ki, qatı cinayətkarı tutmuşam. Sən məni təmiz dirədini tupikə. Beynim şişdi. Çağır görüm kimdir bu? Baş üstə. Təmiz beynim şişdilər. Qatı cinayətkar və geçərim. Batır. Ana. Rəis, gətirdim. Olan danışım. Buyur görüm. Neyini be bu? Elə bil ki, rəis, bu cinayətkar günün gündüz vaxtında qoca demirdi, cavan demirdi, uşaq demirdi, ata demirdi, ana demirdi. Əlində ha bu silah, cəmaatın dalınca qaçıb olağa vurmaq istəyirdi. Hə bilə, mən də bunu gördüm, qaçdım daldan, atlandım, düşdüm bunun üstünə. Nə tər düşdümsə biraz davlenim düşdü, bir damızda şalvarım düşdü. Bir daha bunu saxla. Ne be böyle ha? Ha? Kudurupsuz ha? Ha? Koçul. Ha sana da gitsin yine sarıyı. Mənə böyüsün. Yakın gel. Oynana. Ha koçuluk edirsiniz ha? Ha seni ben bir hala salaram. Bayağı o yazdıklarımı ara koydum ben. Ha? Seni bir hala salaram, mislik görünmeyen hala. Başa düştün? Seni analık olmayan vəziyyətə salaram. Eşitdin məni? Mən neynəmişim? Düzdün bunları. Hə, düzdür, rəis. Nə tər var elə. Fahir sən Ha. bir dəqiqə imkan ver mən də danışım da. Ha danış görüm. Deyən. Yox, mən danışmalıyam da sözümdə məni niyə buraya gətiribdi? Nə adam öldürmək, nə analog. Ay mən aktyoram, sənətçiyəm. Biz kino çəkirdik. Bu kütləyin dalınca da mən də əlimdə tapanca, bu gördüyün tapanca ilə qaçırdım. Bu da məni tutub gətirib bura. Ki qədər rəisin səninlə işi var. Nə aktyor hə? Nə aktyor? Özü aktyorla qoyma. Biz bilmirik ya aktyor nə tər olur. Sənətçiyə Biz belə bilmirik. hörmət eləməzsən. Hə, spordan eləmə, aktyor. Sən aktyor edirsən, o televiziyalar nə idi tökülmüşdü ona? Hə, nə idi tökülmüşdü? Televiziya dördü, o bizim aktyor qrupamız idi. Nə idi? Qrup aktyor. Nə idi? Qrupma görsən ara, özü dilinlə deyir ki biz böyle Aa, qrup. bir dəqiqə sakit. Baş üstə. İşimdən gücümdən eləyib məni. O boyda kino çəkir. Böyle yer. Bölmə. Min dəfə sənə demişəm ki, Sarıyev. Bir adamı tutanda bax. Gör harda tutsan, kimdir, nəçidir. Maraqlan da. Tutub aktyor niyə gətirmirsən? Bilirsən bu uşaq tapancasıdır. Tapancadır bu. Uşaq tapancasıdır. Şahsındır bu. Bax keçən dəfə də bax İzzət Bağırovu tutub gətirmişdim bura. Yazığı 5 tutka bastım padvala. Sonra handan hanla onun klipində çəkilən qızı tanımışam. Yaxşı ki tanıdım. Sonra yazığı bırakmışam, çıxıb gedib evinə. Ha bir baxın da. Sənətkar.
Gedə bilərsən. Yola sal qardaşı qoy getsin. Çox sağ olun bəyim. Bəs imkan olsa bunu da çəkərdi ökütlədi. Yola sal getsin. Baş sponsor Baksel. Sponsor Kod Dazur ekskluziv şirniyyatlar təqdim edirlər. Baş sponsor Baksel. Sponsor Kod Dazur ekskluziv şirniyyatlar təqdim edirlər. Bu nədir ya? O kadar utanıram ha bu kapını döymeye. Ha bu kadar adam bir kapıya elçiliğe gel ha. Ayıp ya utanıram ha. Sən mən bir dəfə mənə qulaq as da, gör sən nə deyirəm də. Bircə dəfə mənim məsləhətlərimə qulaq as da. Biz Ne maslahat olacak? deyirsən nədir ki, biz ona görə deyirəm ki, biz özümüzü çox sadə aparırıq. Çox sadə. O da bizə qızı vermir, bəyənmir bizi. Gəl özümüzü konkret şişko kimi aparayıq. Şişka çiçeği. Şişko da bu bəzi püllü adamlar olur, özünü darta aparır, eğlence Ya yapar. püllü- Ya püllümüz kəlləmizdən tökülür. Yoxsa Düzdür seni. Ararsa. Geri. Sen ne kadar ahmak olsan da hardam elə lezzetli sözler deyirsən. Bağlığa gelir hardam yaxşı iş sözler. Eğlenceli. Biz özümüzü ona çok sade göstermişiz. Çok sadə. Çok. Ona göre o bizden istifade edir. Bu kadar biz onun kapısına gelip geliriz. Düzdür. Neyini? Gire içeri, Ha. ayağımızı koyar, ayağımızın üstüne. Diyebilsen ne var? Bu değil. Hani verirsen vermirsen cehennem çık git. Yok, mən yox. Bir saniye ki, mən onu eləyəməyəcəm, mən ayağımın üstünə qoya bilməyəcəm. Sən nə demək? Deyirəm, mən ayağımın üstünə qoya bilməyəcəm. Ne çünkü? Mən şalvarın bir balaca partlayıb, onu ayağımın üstünə qoyacaq, pis çıxacaq. Hani onun bayaları avtobazılda bana diyeydin girer diyordu 3 manat puldu. Verirdi derziye onu tikerdi de. Sən keyfdəsən, keyfdə. Mən yetim bilmirəm ki, evimi tikdireyim, şalvarımı tikdireyim. Hansını eləyim mən bunu? Dey qapını deyirəm. Onun belini bir şeyle bağla da. Salam aleyküm Koçi dayı. Necəs? Ne var ne yok? Vaziyatsa değil yani. Sana mesele değil. Otur. Necə sıkışı? Gel ye. Ne olur böyle halın tadın yok da Koçi dayı. Bir de bizim gelmeyimiz sana böyle lazet elemez bir de. Ha Koçilay. Hoş gelmez sana. Ayo siz hoş gelmişsiniz. Çok sağ olun Koçilay. Ancak ben gün orta çağ bir işe düşmüşüm. Zibile düştüm. Ne zibildi ki ay Koçilay? Danış görüm ne olur ki? Ben ne danışmak ki? Rayondan gelirdi. Hasır ayağımdan. Hasır oyunlar. Hadi sabuncu rayon. Savunçu rayonundan. Ha. Maşınla. Çok güzel diyor Biraz da ya. başını iti sürdü. 4 saat yol ya. Bir de gördüm qabağıma cemaat çıxır. İndi maşını saxlamaq lazımdı. Düzdür. Tormuzu basıram. Tormuz yoxdur. Atqat eləyim. Pürüzü tütmedi. Tormuz yoxdur. Vay İndi be. tormuzu basıram, maşın dayanır. Gazı basıram, maşın dayanır. Ay nə tər mən bunu saxlayım. İstədim yerim sağa, gördüm bir topa cemaat orada. Acıma Cemaat üzülür. Bir de sola baxanda gördüm ki o keçmişdən qalma balaca bir bina var. Mızad yazılır üstündə. Başa düşdü. Ayak yolu, Ayağı ayak yolu. yolu değil. Ha, dedim ki bu ayak yolunun ne xərc olacak, vur başlasam da. Fırlattım maşını düz ayak yoluna, maşın dayandı. Dedim şükür. Pürüzü ayak yoluna. Ha, hadi vurdum ayak yoluna, maşın dayandı. Sen deme bu vaxtı bir bədbəxt oğul, bədbəxt oturmuş orada. Gönlüm yonatacaq. Bir de qışqırıq, bağırtı başladı. Mən götürdüm, qaçdım geldim buraya. Şimdi polis mənə xəbər. Öldü göresen o orada oturan. Kışkırır, sen öyle bir daha o yayın ki. Şimdi bəs necə olacaq ay Koçilay? Bu işlerin axırı necə olacaq? Ne olacak? Ha, ne olacak ki? Geleceğim. Hə. Böyle vicdanla 7-8 yıl oturacağım. Sonra çıkacağım. Siz de gelirsiniz o vakit. 8 biz ne diyoruz ya? Ben... Hoşi de ben mi oğlum siz sabah bitkince 40 yaşı olur. Ben baş ödedim. Ben tasan 7-8 yılında, ben 7-8 yıl gelip gelirim de burada. Hakim, ben ne hayda, siz ne hayda. Ne olur bir tane hani dinle çıka gidelim. Ay Koçilay. Ben hedim, halim var bir daha.
Kim bilsin yaxşı olur, haydi. Bir dəqiqə. Ancaq mən sizə bir variant deyim. Hə. Mən bugün sizə hə cavabını deyə biləcəm. Deyirəm də bilirəm. Sən dilivə qırpın onu. De bunu içine. Ancaq bir şərtlə. Bir. Şərt. De, şərti de. Şərtim odur ki, sizlərdən hansısa biriniz Bəli. bu ağır cinayəti öz boynuna götürsün. Ağır cinayəti boyuna götürsün. Qoçu dayı, sənin başıma dönüm. Mənə ağır şey götürmək olmaz, mənim girijam var. Girişə başındadır. Başımdadır, hə. Yaxşı, bax, yenə deyirəm. Hələ vaxt var, hələ imkan var. Biriniz bu cinayəti götürün, mən də bugün hə deyim, Şirinçay gəlsin. Şirinçay gəlsin. Sən getir. Hadi götür. Hə? Götür oyunu. Gətirin. Hə, baxın da, bax. Qoçu da, Şirinçay gələr, hə? Şirinçay Qoçu gəlir. da, hamısını mən eləmişəm. Babam adamı da mən öldürmüşəm. Bu tuvaletin divardan maşini də mən çırpmışam. Hamısını mən eləmişəm. Sən hani dirənək, hamısını mən eləmişəm. Mən. Ayıp eləmək istəyir. Ay sən eləmisən də, bəs kim eləməli idi ki? Bayaqdan səni gəzirik burada. Nəyi mən eləmişəm? Mən nə elədim ki? Ay, ayaq yolunda kişini sən vurub qaçmısan da. Mən elədim. Sökəsən Bu da sən? hadi Ay kişi komadadır xəstəxanada. Bayaqdan səni gəzirəm. Koma kişiyə də mən... Dur düşka koma. Yox, Gəl düşka koma. yolunda sürəyiz. Əli şov. Biraz yandıran değil bu. Gözüm mellim biraz heyecanlanmıyor. Aa şu. Neyse. Ya muhalim. Narato bir mellim, narato bir. Ne deyəsən mən o xalimdə? Özümü oxalıyram da ne? Özüme ne gelib? Ne olar, ne deyibdən o xalimdə mən deməliyim. Mənim əlimə nə olur? Mən oxalayamıram. Hadi tutarın da. İkinizdən biri Zoxanın çıxıb gedək də. İşimiz gücümüz var. Baş deməliyim, narato bir. Şu. Şu mən. Yaxşı də. Gəl. Çox sağ olun, minnətdaram. O məndir. O oxalamayıb. Yox, bu oxalamadı. Mən oxaladım ancaq. Çox Ne? sağ olun, təşəkkürüm bildirirəm. Nə qoymadın da Çox oxalamadın? sağ olun. Görüşərik inşallah. Özünüzə yaxşı baxın Mərdəm müəllim. Mən oxalayardım, bu qoymadı mənə. Gələn Gələn dəfə dəfə oxalayar. 100 manat edəmə. Yəni, çıxım bəlkə gedim. Mən Parkovkada da 5-10 manat Yox, kazandım. Gedim o maşını köməliyim. bu 100 manatın biri mənə. Gəl, Mən Mərdəm müəllim, gəl. yox gör mənə o. Eybi yox Mehdi. Mən sənə göstərərəm. Olar. Alo? Nərgiz bacı nə tərsiz? Mənəm ev fərəməz. Mən sizə bir də Mehdidən söz deyəcəm, şoka düşəcəksiniz. Sizin ərüz sənə xəyanət eləyir. Dünən mən gəlib görmüşəm ki, otaqda oturub İzabellarla xımır söhbət edirlər. Deyirəm, olur dıqqırlı deyirlər. Sana bu günləri geçək pul kazandım. Ela. Sen cansız geri. Bunu yapın, güzelim. Veremez yoksa diyecek. Yarısını meyve ver. Bu nedir? Mektup. İzabella'dan Mehdi'ye. Nətər dolayı canlırdı ki, əzizim Mehdi, sən nətər sevirəm, sən mənim gözümün işığısan, yox ha?
İzabella. Bəli doktor. Nətər İzabella canlıdır. Bu nədir? Mənə bax. Nə gözəl sözlər yazmısan mə. Üzmə nöş demisən ki mə. Nə sözdür doktor? Az özünü zada qoymadan ha bu balıq necə qırmağa naz eləyir. Sən də özünü naza qoymadan ha. Mənim kütümüm, mənim sazanım bilən də nə mən nə tərif edirsən. Mənim cigərim gəl quzuma mənim görmə. Mehdi! Nə ki İzabella. Utanmırsan sən? Bax sənə, binamus. Utanmırsan sən? 3 uşaq atası, hə? Yox, 3 gün balıq tutmağa gedirəm. Budur tutduğun balıq. yox, sən qurban olaram. Eybi yox Mehdi, sən görərsən. Gör sənin başına nə oynatacaq. Yox, gəlim Mehdi həyatım. bu dəqiqə gedirəm, qardaşlarıma da deyirəm. Deyirəm ki, boşanıram səndən. Gəl, pencəyi, bir də o həyətdəki svark aparatın var ha. Gəl, götür rədd ol mənim evimdən. Həyatım, nüşbil, mən səni sevirəm, həyatım. Nə tərzilə düşdüm mən. Həyatım, bir də mənə qulaq as. Bir də mən həyatım. Dalaşmayın. Çalışın, mehriban olun dostlar. Buğa bu, gülüş ömrü uzadır dodağın Təbəssümdür yaraşıqlı çağırılan qonağı Aylıq maaş bir günə bitər Əgər ödənsə hər güldüyün dəqiqəyə görə Vergi gələrsə Bu da bu yeni xəbərdə qoy olanlardan hamı eşitsin